Salam uşaqlar, bir daha sualların davamını izah edirəm hal-hazırda. Mikrofonda neyse problem yarandı deyə videonu yaratacağım. Yaxşı, bir yağ danışdıq. Ədəd orta nədir? Ədədlər cəmlədik, böldük 2-yə. İndi bəs median nədir uşaqlar? Median tapmaq üçün birinci ədədləri kiçikdən böyüyə doğru düzməliyik. Artan sırayla bir sözlə deyək. Ən kiçik hansıdır? 11. Sonra 17. Növbəti 18. 20, 23, 36. Düz yazdım mı uşaqlar? Və uşaqlar, ədədlərin sayı tək sayıdadırsa, yəni 5 dənə, 3 dənə, 7 dənə bu formadadırsa, tək sayıdadırsa, ən ortadakı ədəd. Cüz sayıdadırsa uşaqlar, cüz sayıda olanda bax orta yoxdur. 3 dənə pozisiya, 3 dənə pozisiya keçdi. Cüz sayıdadırsa, ən ortada 2 ədədin ədədi ortası formasında təyin olunur medianımız. Yəni 18 plus 20 bölünsün 2. Bu da elədi 38. 38 bölündü 2 elədi 19. Deməli medianımız nəyə bərabər imiş? 19-a bərabər imiş. Bu formada təyin edirik. Bir sözlə uşaqlar, medianı təyin edəndə çaşırsınız bəziləriniz. Ədədləri ardıcıl düzmürsünüz. Birinci düzün, sonra median təyin edin ki, neçəyə bərabərdir. Keçən növbəti suala. Bizə deyir ki, ədədlərinin modasını tapın. Moda nədir uşaqlar? Uşaqlar, moda öz şagirdlərimə də deyirəm, ən modda olan ədəd. Mod. Uşaqlar, demək kimi olmasın. Məsələn, çöldə bayılı nə moddadırsa, onu demək ki, hamı geyinir, düzdürmü? Çox adam geyinir. Məsələn, fikir verirsən ki, tutaq ki, deyirsən ki, hə, bu ilin modda olan rəngi hansıdır? Deyirsən, narıncı rəngi. Hə, çölə çıxanda görürsən, bu da narıncı geyinir, bu da narıncı geyinir. Yəni, həmin rəngdən biraz daha çox olur, düzdürmü? Onda, modda olan bir şeydirsə, həmin ədəddən daha çoxdur. Baxıram, modda olan ədəd, ən çox olan hansıdır? 14-dən 1 dənə, 19-dan 1, 2 dənə, aha. 15-dən 1 dənə, 23-dən 1 dənə, 36-dan 1 dənə, 19-dan 2 dənə oldu. Deməli, modda olan hansıdır? 19. Modamız deməli 19-a bərabərdir. Yadınızdan çıxmasın. Keçirik növbətiyə. Növbətdə nə deyir bizdə? X və Y-dir. Tap. Uşaqlar. Üç bucaqların kongruentliyi əlamətləri. Deyin görün, san görün, hansı əlamətlər var? TBT əlaməti. Mən çəkəcək, siz sayın özünüz ürəyinizdə. Bəş-bəşli deyə bilərsiniz, problem yoxdur. TBT, tərəf, bucaq, tərəf. Bu nə deməkdir? Bir üç bucağın iki tərəfi və onlar arasında qalan bucaq. Digər üç bucağın iki tərəfi və onlar arasında qalan bucağa kongruentdirsə, bu üç bucaqlar kongruentdir. Kongruentliyin əlamətlərinin izahını çox yaxşı formada vermişəm. Bilmirsinizsə, mövzuya qayıdın baxın. Mütləq şəkildə. Bura verilir x, 2x'ın 107. 18 çıxılsın y, 38 dərəcə. 38 dərəcə. Uşaqlar, ümumiyyətlə, suallarda bax, bucaqların eyni verilməsi. 38 dərəcə, 38 dərəcə. Və yaxud da tərəflərin bərabərliyinin verilməsi. Sırası yadınızda nə düşməli? Kongruentlik, yəni üç bucaqların bərabərliyi. Böyük bir ehtimal onunla hesablanacaq. Yəni sırası bərabərlik gördünüzsə, fikirləşin ki, kongruentlik ola bilər. Qəbulda da ola bilər, buraxılışda da ola bilər, istənilən yerdə sual salına bilər. İndi baxıram, deyirəm, görürəm, hə, şöyle bu bucaqlar necə bucaqlardır? Qarşılıqlı. Deməli, bu bucağa bərabər bu bucağa deyə bilərəmmi? Baxın uşaqlar. Bir üç bucağın bu, bir üç bucağın bu. İki bucaq. Bax, 38 dərəcə bu, 38 dərəcə bu. Və onlar arasında qalan tərəf kongruentdirsə, bu üç bucaqlar kongruentdir. B, T, B əlaməti. Bucaqlara görə bucaqlar BB arasında T, tərəf. B, T, B. Deməli, bu üç bucaqlar kongruentdir.
kongruentdir, kongruentdirsə uyğun tərəflər bərabərdir deyə bilərəm. Kongruentdir deyə bilərəm. Şuna uyğun tərəflər 38-in qarşısındayıq. Burada nədir? 2x-in 7. Bərabərdir. 38-in qarşısındayıq. Yəni x-a. Bunun qarşısındayıq. 18 çıxılsın y. 18 çıxılsın y. Bərabərdir. Bunun qarşısındayıq y. Bunların bərabərliyi ödəyəcək. İndi 2x bu bizə keçdi. Çıx x bərabərdir. Mənfi 7 idi. Bu bizə keçdi. Müsbət 7. 2x-dən x çıxanda elədi. X bərabər 7. X-i tapdım. Y bu bizə keçdi. Y plus y 2y bərabərdir 18-dir. Hər tərəfi 2-yə bölsəm y bərabərdir 9-a. Sizdən də məhz istəyirdi ki, x və y-i tap. Başqa bir şey demirdi. Bu formada təyin olunur. Keçirəm 10-cu suala. Uyğun tərəflərin paralelliyi perpendikulyarlığı. Bunun haqqında nə bilirik? Uyğun tərəflər paraleldirsə nə olurdu? Şunlar paraleldir və yaxud da perpendikulyardır. İkisinin də qaydası eynidir. Paralel və yaxud da perpendikulyardırsa ya bərabər olur, ya da cəmi 180 olur. İndi bəs mən hardan biləcəm ki, bərabərdir yoxsa cəmi 180-dir? Hardan biləcəm? Şunlar onu şərtdə sizə çatdırır. Məsələn, deyir ki, biri digərindən 5 dəfə böyüdür. Bərabərlikdən danışa bilər. 5 dəfə böyüdürsə, demək cəmi 180-lik söhbətdir. Və yaxud da ki, deyir ki, eyni bucaqlardır deyir. Hə, eyni bucaqlardır deyirsə, deməli, bərabərlik söhbətindən deyir. Biri digərindən kiçikdir. Deməli, cəmi 180-liklə gedirsiniz. Uyğun tərəflər paralel və yaxud da perpendikulyardırsa bir daha deyir. Ya cəmi 180-dir, ya da bərabərdir. Qaydanın izahını vermişəm, mövzunun izahını vermişəm. Bax, bu formada. Paralelliyə aid çəkəcəm, ha. Perpendikulyarlığa aid çəkən deyil. Bax, bu tərəfə paraleldir. Düzdürmü? Və bu tərəf də bu tərəfə paraleldir. Bax, bir-birinə bərabərdir. İndi buna aid birində çəkirəm. Bu buna paraleldir. Bu buna paraleldir. Bərabərlikdən danışa bilərəm. Biri çox biriydi. Deməli, cəmi 180. İki halın ikisi də ödəyir. Ya cəmi 180-dir, ya bərabərdir. İki halın ikisi də doğrudur. Amma səndə şərt nəyi verir? Biri digərindən böyüdür, kiçikdir deyirsə, cəmi 180. Yox, eyni bucaqdan söhbət gedirsə, deməli, bərabərlikdən danışacaqsan. Perpendikulyarda da eyni formadır. Problemli bir şey yoxdur burada. Keçirəm, indi suala görüm, sual nə deyildi? Sualı bir daha oxuyaq. Uyğun tərəflər paralel olan bucaqlar 2/3 nisbətindədirsə, ay sal. 2/3 nisbətindədirsə, bərabərlikdən danışmaq olar. Xeyr. 2/3 nisbətindədirsə, 1 2x-dir, 1 3x. Deməli, nə yazım? Cəmi 180. 5x bərabərdir 180-ə. X bərabərdir, hər tərəfi 5-ə bölsəm 36 dərəcə. Şərt nədir? Bu bucaqlar neçə dərəcədir? 2 vurulsun 36, birinci bucağım 72 dərəcə. 3 vurulsun 36, ikinci bucağım 108 dərəcə formasında təyin olunacaq. Keçirik növbətiyə. Uyğun tərəflər perpendikulyarın iki bucağın cəmi 140 dərəcə olarsa, bu bucaqlar neçə dərəcədir? Şuna cəmi 140 dərəcədirsə, bax mənə şərtli demir, heç eynidir də demir və yaxud da ki, fərqlidir də demir. Amma uşaqlar variantlarda bir dənə bucaq verilib. 60 dərəcə, 70 dərəcə, 80 dərəcə bu formada. İki dənə eyni şeyin hansının cəmi 140 edir? 60-60 toplayanda 140 edir? Yox. 70-70 toplayanda 140 edir. Deməli, cəmi 140 olması üçün bu bucaqlar 70 dərəcə olmalıdır. Bərabərlikdən söhbət gedəcək burada. Keçən 12-ci suala. İç bucağın iki daxili bucağına uyğun olaraq 60 və 80 dərəcə olarsa. 12. Üç bucağın iki daxili bucağa uyğun olaraq 60 və 80 dərəcə olarsa. 60 dərəcə, 80 dərəcə olarsa. Şuna üç bucağın daxili bucağların cəmi neçə dərəcədir? 180.
180 olması üçün buranı da yazıram 40 dərəcə. Heç ardından oxumuram. Görüm ardında nə deyir? Olarsa 3-cü bucağı neçə dərəcə olur? 40 dərəcə. Çox sadə bir sual. Keçdim 13 bərabər yanına 3 bucağın təpə bucağı 80 olsa, oturacaq bitişik bucağı tapın. Uşaqlar, deyirdi ki, bərabər yanına 3 bucağının təpə bucağı 80-dirsə. Bərabər yanına 3 bucağı haqqında nə bilirsiniz? Oturacaq bitişik bucaqlar bərabərdir. Yəni, bu bucaqla bu bucaq eyni qiymət alır. Bu 80-dirsə, 180-dən 80 çıxdım. Elədi 100. 2 cəmi 100. Deməli, 50-50 formasında təyin olunacaq. Oturacaq bitişik bucaqlarımız, deməli, 50 dərəcəyə bərabər olacaq. Keçirik növbəti suala. 14-cü sual. 14-də bizə nə deyir? Həndisə tipli suallarda uşaqlar ərinməyin, şəkli çəkin. Şəkli çəkmədisə sualı aparın, tutmayın. Yəni, oxumağın adı yoxdur, şəkilsiz. Deyir ki, üçbucağın perimetri P bərabərdir 30 cm. P bərabərdir 30 cm. Tərəfləri AB olarsa, üçbucağı bir dənə çəkeyim, görüm nə deyir. Tərəfləri A-dır, B-dir. Və deyir ki, üçüncü tərəfə uyğun ifadə yaz. Şuna P nə deməkdir? P, perimetr. Perimetri tapmaq üçün ayırırdı. Tərəflərini cəmr etdik. Bunu bilmirəm. X. Şuna X-i tapmaq üçün nə ayırmalıyam? P-dən çıxmalıyam. Digər iki tərəfin cəmrini, düzdürmü uşaqlar? Yəni 30 çıxılsın A plus B. Hətta mötərizəni də aça bilərsiniz. Düz yazdım uşaqlar. Bu formada təyin olunur. Riyazi ifadə şəklində yazdım. Və ardınca deyir ki, A bərabərdir 12, B bərabərdir 8 olarsa tap. 12, 8. 12 plus 8 neçə edir? 20. 30-dan 20 çıxanda neçə edəcək? 10. Deməli, üçüncü tərəfimizin qiyməti 10 cm imiş. Bunu yaza bilərik. Keçirik növbəti suala. Bizə nə deyir? 15-ci sual. Deyir ki, S bərabər 70 cm olarsa paralelogramın hündürlükləri paralelogram. Hündürlükləri neçə santimetrdir? Bu tərəfə endirilmiş hündürlüyün uzunluğu 8 cm. Bu tərəfə endirilmiş hündürlüyün uzunluğu 12 cm. Və deyir ki, S bərabərdir 36 cm. Yox, 72. 72 cm kvadratı olarsa P-ni tap. Uşaqlar deyin görüm sahə necə təyin olunur paralelogramda. Tərəf burası hündürlüyü, düzdürmü? Bu tərəf nədir? A. Bu tərəf nədir? B. Onda A vurulsun. Buna endirilmiş hündürlük 8 bərabərdir sahəyə 72. Və yaxud da bu tərəfə görə də tapaq. B vurulsun. Buna endirilmiş hündürlük 12 bərabərdir sahəyə 72. Hər tərəfi 8-ə bölsəm, A bərabərdir 9-a. Hər tərəfi 12-yə bölsəm, B bərabərdir 6-ya. Tərəfləri tapdığımı? Bura 9, deməli bunun qarşısı da 9. Bura 12, 12 yox, 6. Deməli bunun qarşısındaydı 6. Perimetrimiz nə oldu? 6 plus 9, burasının 2. Bu da bərabərdir 30 cm. Formasında təyin olundu. Keçirik növbətiyə. Üçbucağın sahəsi 36 cm kvadratı və hündürlüyü h bərabər 9 olarsa, həmin hündürlüyün çəkildiyi tərəfin uzunluğunu tapın. Uşaqlar, üçbucağın sahəsi necə hesablanırdı? S bərabərdir tərəf vurulsun hündürlüyü bölünsün 2. Yəni A vurulsun AH, S bərabərdir AH bölünsün 2. S'imiz nə oldu? 36 bərabərdir. Tərəfi bilmirəm. A. Hündürlük 9 bölünsün 2 formasında təyin olundu.
Böldürsə hər tərəfi 2-yə vururam. A vurasın 9 bərabərdir. 2-yə vuranda 72. Hər tərəfi 9-a bölürəm. A bərabərdir 8-dən. Tərəfimiz neçə santimetrə bərabərdir? 8 santimetrə bərabər olur. Keçirik növbətiyə 17-ci sualımıza. 17-də bizə nə deyir? Verilib. Silindirin həcmi uşaqlar. Silindirin həcmi necə hesablanır? V bərabərdir. S oturacaq. Burasın H. Düzdürmü uşaqlar? İndi deyir ki, həcmi V bərabərdir 1600 pi santimetr kubu. Oturacağın diametri D bərabərdir 20 santimetr. Olarsa hündürlüyü tapın. H bərabər 2 var. Şolar, diametr 20-dirsə, radius nəyə bərabərdir? Diametrin yarısına, yəni 10-a. Düzdürmü? Oturacağın sahəsi necə hesablanır? Silindirimizin oturacağı bilirik ki, hansı figurdur? Dairəmiz. Düzdürmü uşaqlar? Oturacağın sahəsi S oturacaq bərabərdir pi r kvadratı. Düsturla təyin olunurdu. Bu da bərabərdir. Pi vurulsun, R'in kvadratı elədi 10, 100. Deməli, oturacağın sahəsi pi vurulsun 100. Yerinə yazıram. V'nin də yerinə 1600 pi. 1600 pi bərabərdir. S oturacağımız nə oldu? Pi vurulsun 100. Burası H. Hər tərəfi pi'yə böldüm. Hər tərəfi 100'ə böldüm. H bərabərdir elədi 16 santimetr formasında təyin olundu. Hündürlüyün hansı qiymətində ödəyəcək? 16 santimetr qiymətində ödəyəcək. Keçirəm növbəti suala. Bizə nə deyir? 18-ci sualda. Paralelogramın tərəflərindən biri 40 santimetr. Bu tərəfə çəkilmiş hündürlük həmin tərəfdən 25% kiçikdir. 40'dır tərəf. Bundan 25% kiçikdirsə, necə tapırdıq? Ya 75%'ni tapırdıq. Bunun 100% götürsəm, 25% kiçik, %25 çıxanda 75%'nə bərabər. Düzdürmü? 75%'ni tapıram. Görüm nəyə bərabərdir? 40 vurulsun %75. Sürət məxrəci 25'ə bölsək, 4'də 3, 4'ə bölsək, elədi 30. Deməli, hündürlüyümüz nəymiş? 30. Deyir ki, sahəni tap, S bərabərdir. Tərəf vurulsun hündürlük. Bu da bərabərdir 1200 formasında təyin olunur. Növbəti sualımızda 19'da. Torbada ağ, mavi, qırmızı rəng olmaqla cəmi 6 şar var. Torbadan bir şar çıxarsa, ağ olma ehtimalı 6'da 1. Onda 6'da 1 girsə, 6 şar var. 6'dan 1 ehtimalı ağdırsa, deməli bir dənə sağdır 6 dənəsindən. Deməli, ağ rəng bir dənə. Deməli, mavi ilə qırmızıya neçə dənə qaldı? Mavi, qırmızı. 5 dənə. Düzdürmü? 6 dənə şar. Və deyir ki, torbada qırmızı şarın çıxma ehtimalı, mavi şarın çıxma ehtimalından çox olarsa, aha, qırmızı deməli daha çoxdur. Onda buna 2 verin, buna 3 verin. Qırmızı çoxdursa. Deyir ki, qırmızının çıxma ehtimalı nədir? 6 dənə nömrəli şar var. 3 dənəsi qırmızıdır. Deməli, 6'da 3. Bu da bərabərdir. Sürət məxrəcində 3'ə böləcək, 2'də 1 formasında təyin olunur. Burası kimi aydındır uşaqlar. Aydındır səhv uşaqlar. Hər birinizi uğurlar. İnşallah yüksək nəticələr əldə edərsiniz. Sağ olun uşaqlar, növbəti dəfə görüşərik. Sağ olun.